4 ildən çoxdur geniş miqyaslı müharibənin davam etdiyi Ukraynada qalan Azərbaycanlılardan bu ölkənin strateji postlarında xidmət göstərənlər də var. Belə ki, polis və digər hüquq mühafizə orqanlarında strateji vəzifələrdə xidmət edən Azərbaycanlılar mövcud çətinliyə baxmayaraq hələ də xidmətlərini davam etdirirlər. Müharibə şəraitində asayişi qorumaq, insanları təhlükəsiz ərazilərə çıxarmaq və ağır cinayətləri araşdırmaq onların gündəlik xidmətinin bir hissəsinə çevrilib. Ukraynada hüquq mühafizə orqanlarında çalışan Azərbaycanlılardan biri Əli Zeynalovdur. O, əslən Bakının Nardaran kəndindəndir. Ukraynada böyüyüb, Kiyevdə Daxili İşlər Milli Akademiyasını bitirib. Hazırda isə Kiyev vilayəti Milli Polisinin baş idarəsinə tabi olan Skirova rayon polis şöbəsinin rəisidir. Əli Zeynalov deyir ki, müharibə dövründə polis əməkdaşlarının üzərinə düşən yük daha da artıb. Hazırda olduqca çətindir, lakin biz mübarizə aparırıq. Müharibə vaxtı üzərimizə qoyulan bütün yüklərə tab gətirəcəyik. Biz Ukrayna olaraq öz mövcudluğumuz uğrunda mübarizə aparmağa layiqik. Tarixi köküm, vətənim Azərbaycandır. Mən bununla fəxr edirəm ki, milliyyətim Azərbaycanlıdır. Amma Ukrayna vətəndaşıyam. Ukrayna xalqına təşəkkür edirəm ki, onlar məni dəstəkləyirlər və mənə belə vəzifə etibar edirlər. Əli Zeynalovun xidməti təkcə idarə otaqları ilə məhdudlaşmayıb. Müharibənin ilk dövrlərində o, həmkarları ilə birlikdə təhlükəli ərazilərdən insanların təxliyəsində iştirak edib. Deyir ki, bəzən saniyələr belə həyati əhəmiyyət daşıyıb. Belə anlardan biri 2022-ci ildə Fastiv rayonunda yaşanıb. 2022-ci ildə müharibə başlayanda mən Fastiv rayonu polis idarəsində idim. Biz bir qrup insanları evakuasiya etmək üçün xidməti avtomobillərlə getdik. Yəni artıq yaralılar var idi və həlak olanlar var idi. Biz onları çıxarır və təhlükəsiz yerə daşıyırdıq. Bu zaman bizə zəng vurdular. Dedilər, tez oradan uzaqlaşın. Çünki indi ora dronlar və raketlər uçur. 10 nəfər idik. Bir dəqiqə tez tərpənməyimiz bizi xilas etdi. Ardımızca o yerə raket seli axdı. Gec tərpənsəydik, az qala hamımız həlak olurduq. Ukrayna polis sistemində xidmət edən daha bir Azərbaycanlı isə Fərhad Niyazovdur. O, əslən Sumqayıtın Corat kəndindəndir. Ukraynanın Dnepropetrovsk vilayətində doğulub böyüyüb. Fərhad Niyazov da Ukrayna Daxili İşlər Nazirliyinin Milli Akademiyasının məzunudur. Hazırda Kiyev Baş Polis İdarəsində Dneprovski rayonu üzrə baş müstəntiq vəzifəsində çalışır. Təhsilimi bitirdikdən sonra Milli Polisdə müstəntiq vəzifəsində işləməyə başladım. Bundan sonra uzun müddət, 2019-cu ildən indiyə qədər Milli Polisdə müxtəlif strukturlarda müstəntiq vəzifəsində işləyirəm. Hazırda rayon üzrə baş müstəntiqəm. Xidmət zamanı böyük yüklər olur. Lakin biz bunun öhdəsindən gəlirik. Ukrayna Milli Polisində işləyərkən hansı millətdən olmağından asılı olmayaraq vəzifə təyinatı eynidir. Fərhad Niyazov deyir ki, Ukraynada yaşasa və xidmət etsə də Azərbaycanla bağlarını qoruyub saxlayır. Başqa sözlə, bu insanlar üçün xidmət təkcə vəzifə deyil, həm də yaşadıkları cəmiyyət qarşısında məsuliyyətdir. Onlar Ukraynanın hüquq mühafizə sistemində çalışır, eyni zamanda Azərbaycanlı kimliyini də qoruyub saxlayırlar. Mübariz Aslanov, Nikolay Nikolayenko, İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər.